mən gəldim və sizə umut halvası ilə gəlmişəm. Ramazan bayramına tamı-tamına 2 gün qalıb və mən o xoşbəxtliyini yaşayıram ki, mən bu videomu çəkib sizinlə paylaşa bilirəm. Bu halva reseptinin çox az hissəsini çəkmişəm. Bu videomda bir neçə məlumat var ki, sizin işinizi çox asanlaşdıracaq. Əgər siz yenisə bişirməyə başlamısınızsa, mən dediyim metodlardan mütləq istifadə edin. Buna aşçıdan deyənlər də var, amma ən çox eşitdiyim, mən uşaqlıqdan eşitdiyim qorupalan olur. Sizin evdə nə deyirlər, mənə maraqlıdır, yazarsınız. Başlayıram umut halvasının hazırlanmasına. Özdəki tez-tez başlayırıq bu işə. Bizə lazımdır 2 stəkan yarım un, 2 stəkan deyəndə stəkan bunu nəzərdə tuturam, baxın. Bu 200 ml-dir, yəni 320 qram. Yəni 320 qram un lazımdır bizə. 2 stəkan yarım. Bunu da yadınızda saxlayın ki, həm sizə qramlar rahat olsun, həm də stəkan. Əgər deməsəm, açıqlamasında da yazacağım. Yaxşı. 1 2 düşmür. 2 yapışıq. 2 stəkan yarım. Bu hazır. Daha sonra mən bu qədər, mən sütlə hazırlayacağım. İstəsəz sütün əvəzinə su da eləyə bilərsiniz. Bu qədər süt götürmüşəm. Əlimlə yavaş-yavaş bunu eləyək. Bir halatlıq üçün duz. Yəni belə deyirlər. Bir çimdik duz. Azca. Yərəm, götürdüm yarım stəkan sütü. Bunun hamısını birdən-birə bunun içinə əlavə eləməyəcəm. Baxın, əlimə belə soyuq sütdür. Əlavə elədim. Sonra bunu belə elədim. Mamamdan gördüyüm kimi. Sonra bunu belə. Başlayırıq əlimizdə umaz eləməyə. Stəkan sütdən nə qədər qalacaq görəcəksiniz. Bəlkə qoymayacaq. İndi biz də belə, indi biləcəm mən də sizinlə bərabər. İstəsəz su ilə də umaz eləyə bilərsiniz. Gördüyünüz evdə süt yoxdur, hər şeyin əvazı var. Su ilə edin, geçsin. Bir neçə gündən inşallah bayramdır. Ona görə bilirəm ki, bir çox evlərdə bişiriləcək. Çox da həvəslə çəkirəm bu videonu. Ümumiyyətlə bütün videolarımı həvəslə çəkirəm, amma çoxdandır istəyirdim ki, halva videosu çəkəm, paylaşam. Ən gözəl bayramımızdır bizim. Bilirəm ki, bir çox evlərdə pişəcək. Yəni biz tərəflərdə Ramazanda pişir. Düşünürəm ki, belə görürsən. Bizdən çox eləyərəm. Yeni öyrənən xanımlar da var. Yəni yenicə bişirəcəklər. Ona görə bilirəm ki, o 3 kilonun öhdəsindən gələ bilməyəcəklər. Elə ən yaşlısı, ən az yaşamaqdır. Məndən özdə qardaşım, siz nə qədər çox istəyir, mənim qardaşım məndən halvanı səs atıb səhər qalsa. Qalsa dinlədəcəm onu sizə ən sonda. Ki o məndən necə bir performans gözləyir, amma qaqa maalesef ki mən performansı gözləyir və mən də ona səs atmışam ki, çox gözləməyə mən az pişirəcəm. Mən bilirəm ki, mən çox halvanın öhdəsindən gələ bilmərəm. Aha, əlimizdə umuz olur, baxın, umuz olur. İstəyirəm bunu da əlavə. Baxın, gəlin bunu da əlavə elədim. Baxın, ən son su qalmışdı, süt qalmışdı, onu da əlavə elədim. Deməli neymiş? 320 qram una, yarım stəkan süt gedirmiş. Bu hazırdır. Bundan sonra nə edirəm? Mən xəlbir məndə yoxdur. Xəlbir olmadığı üçün də götürəcəm. Aş düzəndən keçirəcəm. Umut hazırdır. Yəni bu biz birinci prosesi keçdik, keçirik. İkinci prosesi aş düzəndən keçirtməyimin səbəbi bütün umaclar hamısı eyni ölçüdə olacaq. Çalışın, umacdan atmayın. Aha, hazırdır. Keçin mən aş düzəni götürüm gəldim. Aş düzəni götürüm gəldim. Qaymışam dünyanın oluşturduğuna. Xəlbir olsa siz xəlbirdən keçirdə bilərsiniz. O daha rahatdır. Mən bundan eləyəcəm. Biraz bunun buraları anamda var. Keçmişin aş düzənidir.
O rahatdır da, əli əzmir. Amma bu anamın mənə aldığı cehizdir. Əli əzir, amma olsun. Olsun, əzir deyil. Mən hala pişirməyəcəm evimdə. Neyini? Başladıq. Belə süzəndən keçirməyə. Sizə gəlin bir maraqlı bir şey deyim. Deməli, əgər ki aş süzəniniz evdə yoxdursa və sizə də bunu aş süzəndən keçirmək çətin gəlirsə, sizə ən asan bir yol deyim. Atırsınız bu ərzaqların hamısını, unu, suyu blendera, daha sonra blenderdan keçirirsiniz bir 10 dəqiqə. Görəcəksiniz ki, çox qəşəng imaj oldu, amma mən indi dədə-baba üsulu ilə eləmək istədim. Anam zəng elədi, dedi, mən də yoxam, bəlkə elə edəsəm, dedim yox. Dədə-baba üsulu ilə bu işin öhdəsindən gələcəm. Uşaq olanda hətta indi də var, elə bilirəm ki, çox yerlərdə var. Deyəndə ki, ürəyim halva istəyir və yaxud da halva iyi gəlir. Siz görərdiniz, evdə nələr olurdu. Nələr olurdu, necə hirsləndir. Bir dəfə nənəmin yanında dedim, necə hirsləndir. Mən halvaya şirniyyat kimi baxıram. Gecə ilə anamın bizə halva pişirdiyi var, inanırsınız. Qardaşım yenə halva istəyib, yadıma gəlir, hətta onun videosu da var. Qalsa indi bu videonun arasına biraz kadrını salaram. Əgər o videoda məndə qalıbsa, baxarsınız. Gecə ilə evdə özü avun da yox idi, qara un var idi. Qara unla bizə halva pişirdi, yedik. Mənasını kisə yurdurdular. Bəd bir hadisə olduğuna inanclar var idi. Əminəm ki, bir çox evlərdə bu məsələ var. Bu məsələ aktualdır. Gənclərimin də başına gəlir ki, halvanın adını çəkəndə əsəbləşib evdəkilər sizə. Bizdə elə olub. Həqiqətən çox dəhşət işlənirdilər və bəd bir hadisə olacağına inanırdılar. Ani gecə olur görün. Burada qaldı. Bunu sərəcəm. Bunu sərim, qurusun. Bunu sərim. Burada qalıb amma. Bunu da keçirdim. Bir damcı belə çəkək, bir azca belə çəkək. Ya mən bir yanda işləyəcəm. Baxın. Mən oradan düşürəm yəqin ki, mən bir yanda işləyəcəm. Gəlin buradan dəsmal götürək. Dəsmallarımı da alıb baxayım, uşağımı təmizləmişəm. Necə sev. Biləsiniz ki, mən necə ağ dəsmalı, süfrəni necə sevirəm. Sevirəm də evdə bəzi şeylər var ki, onların həvəskarıyam. Hazırladığım umacı bura əlavə elədiyim, daha sonra bunu qəşəngcə əlimlə yayacağım. İndi mən yaydım. Qəşəng yaydım. Yaxşı da umac alın ya. Qalsa umac qəşəng quruyacaq, narahat olmaz. Yəni axşamdan da hazırlaya bilərsiniz umacını. Umacdır, ondan sonra umacınıdır, şərbətinidir. Axşamdan hazırlaya bilərsiniz. Bu keçmir axı. Artıq umac hazırdır. Göstərdim mən sizə necə oldu. Baxın, belə. İndi qoyacağım mən bunu bir 2 saat qurusun. Bu quruyana kimi mən şərbətimizi hazırlayıram. Keçək şərbətin hazırlanmasına. Bizə lazımdır 2 stəkan şəkər tozu, 1, 2 stəkan şəkər tozu, 1 stəkan su. Mənim qazanım biraz böyüdür. Siz yığcam qazan götürərsiniz. Mənim anam həmişə halvanın şərbətinə zəfəran əlavə edərdi. Limon duzu əlavə eləməyəcəm. Əgər istəsəz əlavə edə bilərsiniz. Əslində indi bu dəqiqə məndə evdə yoxdur, ona görə əlavə eləmirəm. Yoxsa ki, limon duzu elə bir ki, özünüzü qarantı altına alırsınız. Bilirsiniz ki, halvada bəzən olur ki, yəni yəqin ki, biz çox xanımlarımızın başına gəlir. Halvada xarlaşma olur, onun elə bir ki, qarşısını alacaqsınız. Limon duzu qarantı altına almaq deməkdir. İndi mən baxacağım orada. Əgər ki, limonum olsa bir dilim limon atacağım ki, mənim də başıma elə bir hadisə gəlməsin. Qoyuruq bunu qaynamağa. Siz yenə deyirəm, yığcam qab götürün. Məndə yığcam deyil. Mənim ümumiyyətlə qaynara düşsün. Qaynara düşən kimi bir dilim limonu atdım içinə və gördünüz ki, belə artıq
qaynadı deməkdir. Çox az qaynatmaq lazımdır. Daha sonra söndürdüm. Keçirik halvanın bişirilməsinə. Ən gözəl prosesə. Mən bu qazanda eləyəcəm. Evdə bu ləyəndir, yoxsa qazandı? Sizdə. Bu ləyəndir, yoxsa qazandı? Deyim, buradan alma səslərindən. Mən sənə bu qabı verməyəcəm ana. Elə mənim özümdə qalacaq. Ürəyin nə zaman istəsə deyərsən, mən sənə nə istəsən bişirəcəm bunda. Atı əridirəm. Əriyəndən sonra mən umacıqra əlavə eləyəcəm. Yağ əridi. Yağ əriyəndən sonra Bismillah deyib bunu əlavə götürürük yağın içinə. Daha sonra dayanmadan başlayırıq yağda qarışdırmağa. Neyi qarışdırırsan? Sən eləyə bilməzsən axı. Ürəyim mənim. Sən eləyə bilməzsən bunu. Mənə bir şey lazımdır ki, oğlum deyir, bunu belə tökəndən sonra ver mənə, mən qarışdırım. Sən nə canın var ki, sən bunu qarışdırasan. Olmasına, yəni ola bilər ki, siz bunu bişirəndə elə bilərsiniz ki, bunun yağı azdır, qətiyyən az deyil. Narahat olmayın. O şərbətini ki, verəcəm mən, şərbətini ki, əlavə eləyəcəm bura, onda o yağı üzə çıxacaq, heç narahat olmayın. Əvvəllər belə bir şey var idi. Yenə də yadıma düşür. Mən halva bişirəndə bir çox, ümumiyyətlə şirniyyatları bişirəndə, bəzi şirniyyatları və ya da halva bişirəndə bir çox xatirələr yadıma düşür. Mən bilirəm ki, özdə bir çox evlərdə bunlar var. Mamam bizi aldadardı. Bir halva bişirəndə aldadardı. Biz sonra o dedi ki, bəs birini aldadanda halva yağını buraxırmış. Mən söz yox, elə şeylərə inanmıram. Söz yox, elə şeylərə inanmıram mən, amma belə bir şeylər var idi, çox maraqlı idi. Mən bu videonu kəsə bilmərəm, üzrlü sayın, çox danışacağım bu videoda. Çünki tək siz bunu bilməlisiniz, görməlisiniz, mən də sizə başa salmalıyam. Yazırlar, çünki mənə yazırlar ki, çox danışırsınız, mən çox danışmasam, sizi başa sala bilməyəcəm, neyini? Başa gələn çəkilir. Mən çox danışmıram, mən sizlə söhbət eləyirəm. Əslində, inanın ki, qızarıq bu. Amma videodan bilinmir. Şərbəti məncə çox qəşəngdir. Oradan görsənmir, oradan sarı görsənir. Oradan elə bil ki, heç bu qızarmayıb, amma qızarıb. Elə görsənir, hə, elə bil ki, qızarmayıb da. Bismillah. Bismillah. Elədik. Şərbətimizi əlavə etdik. Elə hamısını, heç nə saxlamayacağım. Onsuz da canına çəkəcək. Təəssüflənirəm ki, bu çox parıltılı görsənir. Çox qəşəng görsənir, amma videoya düşmür. Mənlik deyil, vallahi qəşəng görsənir bu. Çox qəşəngdir. Halva masını görürsünüz, nə qəşəng qalıb burada, görürsünüz. Şimdi bu canına çəkəcək. Bir 10 dəqiqə, 15 dəqiqə gözləyib qablara yığaq. Aha, belə. Özü onsuz da soyunmayıb. Soyunmayan da özü rahat görürsünüz. Soyunmayan da özü rahat belə yayılacaq. Birazdan yavaş-yavaş yağı da çıxacaq özünün. Yəni elə bilməyin ki, azdır. Təxmini 10-15 nəfərlik 10-15 nəfərlik halva var. Əgər istəsəz, çox hazırlamaq istəsəz, mənim sizə çəkdiyim resepti 2 qatını çıxarda bilərsiniz. Və 2 gündən sonra bizim bayramımızdır. Çox şükür Allaha ki, biz sağ-salamat bu ayı başa vurdıq. Hər kəsin bayramını təbrik edirəm. Bir dənə video çəkə bilərsən? Al.